Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Bu günləri Müasir İnkişaf İctimai Birliğinin təşkilatçılığı ilə Crossmedia Ana İnformasiya Portalının tərəfdaşları ilə müasir mətbuatımızın missiyası və çağırışları mövzusunda olan tədbirimizdə hər birinizi salamlayıram. Və hər birinizə təşəkkür edirəm ki, belə isti havada işlərinizin bu qədər çox gərgin olduğu vaxtda dəvətinizi qəbul edirsiniz, təşrif buyurursunuz və iştirak edirsiniz. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlarımız, Azərbaycan mətbuatı 22 iyulda 151 ilini tamamlayacaqdır, biz belə bir tərəfədəyik və Azərbaycan mətbuatı burada bizim istər mətbuatımızın, istər ictimai məsələlərin, tarixi məsələlərin, siyasi məsələlərin, milli kimliyimiz və digər istiqamətlərdə araşdırmacılarımız, jurnalistlərimiz, alimlərimiz, ziyalılarımız iştirak edir və Azərbaycan mətbuatının fəaliyyəti istər tarixi baxımından araşdırmacılarımızın tədqiqatlarında, istər müasir dövrdəki bugünkü fəaliyyətlə hər birimiz bu eddiyə formada hiss etməkdəyik, onun fəaliyyətini izləyirik, onun fəaliyyəti nəticəsində biz məlumatlanırıq, maariflənirik və əylənirik. Azərbaycan mətbuatı bütün o, belə deyək də, tənqidlərə rəğmən, bütün o gözləntilərə rəğmən hesab edirəm ki, öz missiyasını uğurla davam elətdirir. Həsən bəy Zərdabinin ilk dövrdən o maarifçilik missiyasını əsasını qoyduğu dövrdən bəri Azərbaycan mətbuatı üzərinə düşən işləri görməkdədir. Təbii ki, yeni dövrün şəraiti, yaranan yeni situasiya, informasiya əsri, internet əsri, süni intellektin meydana çıxması və digər məsələlər Azərbaycan mediasının qarşısında, jurnalistlərin qarşısında da yeni tələblər olunmuşdur. Yəni, buna uyğun davranışlar, gözləntilər var, artıbdır və bu və digər formada mətbuat da buna uyğun şəkildə adımlar atmaqdadır, uyğunlaşmaqdadır, fəaliyyətini qurmaqdadır. Mən hesab edirəm ki, bütün bu çətinliklərə baxmayaraq, öz varlığını qoruyub saxlayan, günə qədər gəlib çıxan Azərbaycan həqiqətlərini, Türk dünyasının həqiqətlərini yerli və regional və dünya auditoriyasına çatdıra bilən mətbuatın fəaliyyətini ancaq təqdir etmək var. Yəni, indi düşünərlər ki, özüm də jurnalist olduğuma görə, jurnalist kimliyim olduğuna görə bu cür fikirdəyim, amma bir qədər obyektiv və ədalətli yanaşan hər bir kəs təsdiqləyə bilər ki, Azərbaycan mətbuatı bu missiya nöqtəsindən uğurla gəlir. Və ən böyük qiyməti də təbii ki, mətbuata, jurnalistlərə ən böyük qiyməti Azərbaycan Prezidenti İlham Əliyev verir. Hər dəfə 23 iyul ərəfəsində olan dövlətin diqqəti və qayğısı il boyu Azərbaycan Prezidentinin jurnalistlərlə ünsiyyəti, onlara münasibəti, Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi çalışmalar, media agentliyinin mövcudluğu, fəaliyyəti və digər məsələlər bütün bunlar əsas verir deyək ki, mətbuat öz üzərinə düşən işi yerinə yetirir, Azərbaycan dövləti də mümkün olduğu qədər buna dəstək verir. Mən istərdim ki, bugünkü biz tədbirimizdə mən çox uzatmayacağım. Qısa olaraq, təbii ki, burada çox dəyərli bizim ziyalılarımız, alimlərimiz, tədqiqatçılarımız, millət işçilərimiz iştirak edirlər. Hər bir kəsə bizim xaricdən soydaşlarımız iştirak edir. Yəqin gedişatda da qoşulacaqlar Zoom vasitəsilə. Onlarla salamlayıram, təşəkkür edirəm ki, Almaniyadan, Türkiyədən, Gürcistandan belə qoşulurlar tədbirimizə və mümkün qədər onlar da fikirlərini bölüşməyə çalışacaqlar. Qısa olaraq bu mövzumuz ətrafında fikirlərinizi bölüşək və ola bilər ki, maraqlı hansısa təkliflərimiz, qeydlərimiz olarsa səsləndirək, mümkün qədər biz onu ictimailəşdirməyə çalışacaq. Burada da bizim jurnalistlərimiz əyləşibdir, media rəhbərləri əyləşibdir və bu vasitələrlə mümkün qədər biz, belə deyək də, Azərbaycan mediasının bugünkü dövrdəki fəaliyyəti, milli kimliyimizi, vətənpərvərliyimizi,
dövlətçiliyimizi qorumaqla bağlı əsas missiya hesab edirəm ki, Azərbaycan mətbuatının bu olmalıdır. Digər məsələlər ilə bağlı olan çalışmalar, onlar da öz yerində və qarşıdakı perspektivdə, gələcəkdə formalaşan, belə deyək də, bu süni intellektin, sosial şəbəkələrin, ondan sonra internetin sürətli inkişafında bizim mətbuatın buna qarşılıqlı, medianın buna qarşılıqlı olaraq göstərməli olduğu münasibətlə bağlı fikirlərimizi ifadə etmemiz istəyirəm. Hər birinizə bir daha təşəkkür edirəm, dəvətimizi qəbul edib bugünkü tədbirdə iştirak etdiyinizə görə hər birinizi bir daha salamlayıram və icazə versəz ilk çıxış üçün sözü bizim millət vəkilimiz Profesor Vüqar Rəhimzadəyə verəcəm. Görməmsiniz və digər iştirakçılar əyləşərək danışma bilərsiniz. Mətbuat nümayəndələri, çox hörmətli, dəyərli qonaqlar, dəyərli ekspertlər, mən də sizin hər birinizi salamlayıram, sabahınız xeyirli olsun deyirəm. Qarşıdan gəlir Mətbuat Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Bu Mətbuat Bayramı, Mətbuat Günü ümumiyyətlə tək mətbuat işlərinin deyil, ümumiyyətlə Azərbaycan ictimaiyyətinin bayramı. Hesab edirəm ki, ictimaiyyətin hər bir üzvü üçün kifayət qədər önəmli gündür və mətbuat olmadan kimsə fikrini ifadə etmək, düz elektron media quruluşları, yaxud da elektron, belə deyək ki, portallar, saytlar və yaxud da deyək ki, sosial şəbəkələr mövcuddur, amma mətbuatın xüsusilə öz yeri, öz rolu var Azərbaycanda ictimai fikir, ümumiyyətlə dünyada ictimai fikir formalaşmasıdır. O baxımdan düşünürəm ki, hər bir insanın bayramıdır və bayram münasibətini sürətlə təbrik edirəm. Və eyni zamanda hörmətli Mübariz müəllimə təşəkkür edirəm və oradan da deyir, isti gündə gəlmişsiniz, toplaşmışıq bura. Əslində isti havadan bizi cəmləmişsiniz sərin bir məkana, sərin bir yerdə həm söhbət oluruq, çoxdan görmədiyimiz dostlarımızla görüşürük və iki mübahisə olaraq. Mətbuatın gün əvvəl artıq 151 il zaman bizə ayrı edildi mətbuatın yaranmasından. Amma mətbuatın prinsipləri dəyişmir, zaman dəyişir, dövr dəyişir və dövrün çalışmalarına uyğun olaraq, adekvat olaraq biz mətbuatın fəaliyyətini xüsusilə diqqətlə saxlamalıyıq. Bu illəri bilirsiniz ki, Şuşada keçirilən 4-cü qlobal media forumunda mühtərəm cənab prezidentimiz də iştirakçılar da kifayət qədər müasir dövrün çalışmalarını özündə əks etdirən medianın qarşısında duran hədəflərin nədən ibarət olmasına bağlı mühüm fikirlər səsləndir və bizim də hesab edirəm ki, Azərbaycan mətbuatında qarşısında duran müasir dövrün tələblərinə uyğun, müasir dövrün çağırışlarına uyğun və eyni zamanda texnoloji proseslərin dəyişikliklərinə adekvat olaraq biz təbii ki, mediamızı bu dövrün zamanın belə deyək ki, inkişaf tərəqqisinə uyğun. Bu baxımdan düşünürəm ki, hər bir mətbuat işçisi üzərində kifayət qədər mühüm vəzifə düşür, həm də məsuliyyətli vəzifə düşür və eyni zamanda şərəfli vəzifə düşür. Bu baxımdan düşünürəm ki, biz bəlkə 5 il öncəki dönəm üçün bu il müqayisə edəsək, baxacağız ki, tamam fərqli bir zamanda yaşadıq, tamam fərqli bir dövrdə yaşadıq və tək mətbuatın yox, ümumiyyətlə insanın yanaşmasında xüsusilə fərqli bir baxışların ortada olmasını belə deyək ki, çalışlar var və bunun hamımız görürük və hamımız düşünürük ki, bu baxımdan düşünürəm ki, medianın üzərinə kifayət qədər mühüm vəzifələr düşür, əziz dostlar. Azərbaycan mətbuatı ilə bağlı. Azərbaycan mətbuatı doğrudan da son illər kifayət qədər mühüm, belə deyək ki, inkişaf proseslərinin qatılıbdır və kifayət qədər inkişaf dövrünü yaşayır və Azərbaycanda həm qanunvericilik bazasının kifayət qədər zəngin olduğuna biz şahidliyik. Azərbaycanda media haqqında qanun demək olar ki, bütün sferaları mətbuatla bağlı əhatə edir və çox zəngin, çox mütərəqqi bir qanundur və eyni zamanda Azərbaycan Media Agentliyi və eyni zamanda digər ADA Universiteti, digər təşkilatlarla birgə keçirilən təlimlər Azərbaycan mətbuat nümayəndələrinin dünya üçün, beynəlxalq arena üçün çıxışını əldə etmək üçün kifayət qədər mühüm təcrübənin əldə olunmasında hesab edirəm ki, fəaliyyət prinsiplərini qoruya bilir və qoruyabilir. Mən çox danışmayacağam və düşünürəm ki, biz bəlkə 5 il bundan sonra bugünkü dövrün tələblərindən fərqli bir dönəmdə yaşayacağıq, əziz dostlar. Texnologiya inkişaf edir, yeni çağırışlar var və artıq süni intellektin tüğyan etdiyi, belə deyək ki, həyatımıza təsir etdiyi, həyatımızda inkişaf etdiyi bir dönəmdə təbii ki, mətbuatın üzərində kifayət qədər mühüm çağırışlar olduğunu hamımız görə bilirik, sıravi vətəndaşdan tutmuş, mətbuat işçisindən tutmuş. Bu baxımdan düşünürəm ki, 5 il bundan sonra əlbəttə ki, o bugünkü gündən daha fərqli bir inkişafın şahidi olacaq və dövlət kifayət qədər dəstək göstərir Azərbaycan mətbuat orqanlarına, elektron media qurumlarına,
və bu vacib məsələlərdən biridir və dövlətin bu Azərbaycanın mətbuat orqanlarının inkişafında maraqlı olduğunu hər zaman biz hiss etmişik və görmüşük və praktik olaraq dəstəyi hər zaman hiss edirik və bu baxımdan düşünürəm ki, göstərilən dəstək, maddi dəstək, yaxud da deyək ki, müəyyən layihələr çərçivəsində göstərilən dəstək öz yerində, amma redaksiyalar təbii ki, bu dəstəkdən yaxşı mənada bəhrələnərək gələcək üçün, hədəflərə nail olmaq üçün, mühüm çağırışlara adekvat cavab vermək üçün hesab edirəm ki, qarşısına bu və o redaksiyaların, ümumiyyətlə elektron media qrupların, çap print medianın, çap mətbuatın təbii ki, özünün də redaksiya olaraq bir vahid bir sistemi formalaşdırmalıdır, vahid proqram formalaşmalıdır ki, gələcək üçün hədəflərə nail olmaq üçün mühüm hesab edirəm ki, qərarları qəbul etmə imkanı olsun. Mən hamınıza bir daha təşəkkür edirəm. Uğurlar arzulayıram, çox danışmaq olar burada, dostlarımız əyləşib, mənim üçün də maraqlı olacaq bu dostlarımızın da fikirləri əlbəttə ki, və mən Mübariz müəllim sizə bir daha təşəkkür edirəm. Belə deyək ki, çox da böyük olmayan bir tədbir olsa da, amma hesab edirəm ki, tədbirin əhəmiyyəti, mahiyyəti, dəyəri kifayət qədər hər birimiz üçün önəmlidir və sizin təşəbbüs göstərdiyiniz, sizin dəstək göstərdiyiniz, belə deyək ki, ictimai təşkilatlara, ictimai birliyinizə və eyni zamanda Cross Media saytına təşəkkür edirəm, kanalına təşəkkür edirəm ki, son ildə məsələn yaranmış o saytın özü bu günləri ictimai fikirdə, ictimai mühitdə kifayət qədər mühüm platforma çevrilməkləri, öz sözünü deməkləri və digər yeni saytlar yaranıb, bu qədər istəyəcək. Baxıram, doğrudan da sosial media qrupları kifayət qədər yaxşı mənada formalaşmaqdadır. Bu həyatımızda düşünürəm ki, həyatımıza da təsir imkanlarının əldə olunmasında mühüm nailiyyətdir və ictimai fikrin formalaşmasında sosial media orqanlarının nə qədər mühüm rol oynamaq olduğunu aydın təzahürü göstərir. Təşəkkür edirəm, minnətdarım. Sağ olun. Sağ olun, Ömür müəllim. Sağ olun, lakin maraqlı və önəmli çıxışınıza görə düşünürəm ki, bundan sonraki çıxışçılarımız da elə bu şəkildə qısa, lakonik və önəmli məqamları diqqətə gətirsələr, biz hər bir çıxış etmək istəyən şəxslər çıxış üçün şərait yarada biləcəyik. İndi isə icazə versəz, bizim sədrimizin digər müzət vəkilimiz, siyasət redaktoru Rizvan müəllim. Mətbuat nümayəndələri, baş redaktorlar, sizlə bir arada olmaq çox xoşdur. Mətbuatı məşğul edən məsələlər, onun gündəlik qayğıları, bununla bağlı biz sizlərdən eşitsək və maariflənsək, elə bilirəm ki, mənim üçün də çox vacib olar. Mən daha çox mətbuat diplomatiyası, informasiya diplomatiyası və rəqəmsallaşma bu istiqamətlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Hələ səfirlikdə diplomatik xidmətdə olarkən də bir neçə mən mətbuat ataşesi kimi bizim Almaniyadakı səfirlikdə işləmişəm. Orada maraqlı bir təcrübə əldə elədik. Çünki mətbuatla təmas, ifadələrin seçilməsi və verilən mesajlar bu doğrudan da böyük bir məktəb oldu və qazanılan təcrübə sonraki dövrdə də o məsələlərdən, misal üçün, ifadələrin seçilməsində və s. yanaşmada görürsən ki, bir məktəb təsiri bağışlayır və ondan sonraki dövrdə də bəhrələnmə imkanı var. Nəyi vurğulamaq istərdim? Deməli, mətbuat və informasiya diplomatiyası bugün dövlətin xüsusilə beynəlxalq aləmdə təqdimatı, nüfuzunun yüksəldilməsi, ona qarşı olan hibrid hücumlarla mübarizədə çox mən müqayisə aparmaq istəyirəm. Nə nəzərdə tutulur? Bilirsiniz ki, mətbuat tarixində 15-ci əsrdə, təxminən 1450-ci ildə Almaniyada bu metal şriftlərin əsasında çap təzgahlarının olması Johannes Gutenberg bu kəşf elədi və bu inqilab yaratdı. Bu 15-ci əsrin ortalarıdır və bu şəhər Bakı ilə qardaşlaşmış şəhərdir. Biz hörmətli hakim müəllim, mən illər öncə o şəhərdə də bir arada olmuşuq, beynəlxalq bir tədbirdə. Bakı ilə Mainz qardaşlaşmış şəhərdir. Deməli, bu mətbuat tarixində olan inqilab, Mainzdə olması və Bakı ilə uzun müddət onların xüsusilə yetişməkdə olan nəsillə formalaşmış nəsil arasında mübarizə və s. Bunların özünü təbii ki, həm də o informasiyanın yayılmasına, onun mahiyyətinə də deməli, öz təsirini göstərəcəkdir. Bu mənada bizim jurnalistika məktəbinin xüsusilə müxtəlif mərhələləri keçmiş müstəqillikdən sonra jurnalistika məktəbinin elə bilək ki, öz dəyərləri, öz təcrübəsi var. Bu kompliment deyil. Çünki biz işğal dövrünü yaşamış bir mətbuatı, burada bizim başqa bir təcrübəmiz yaranır. Yəni, bu Avropa mətbuatı bunu görmür. O 45-ci ildən sonra Rusya şəraitində yaşamış jurnalistlər olub. Reporterlər ara yerlərə gelib onların qorunması da təminatda başqa cür olub. Amma bizim jurnalistlərdə o yoxdur. Yəni, jurnalist həm yazıb, həm yaradıb, həm o bölgədə yəni, özünə məxsus bir təcrübəni formalaşdırıb və dəyərli bir təcrübədir. Başqa bir məsələ,
müharibənin dövründə olan təcrübə və ondan sonraki post-münaqişə dövrü təcrübəsi. Deyək ki, humanitar mina təmizləməklə bağlı. Yəni, bugün hər jurnalistin məşğul olduğu sahə deyil. Yəni, bu da. Və yaxud da ki, bugün indi rəqəmsallaşmadan sonra bizim mətbuata daxil olan ifadələr var da, crowdfunding, venture capital, fondlar fondu. Biz bu yaxınlarda bu planları qəbul edirik. Çünki rəqəmsallaşma əsasında xüsusilə sahibkarlığın onlardan öyrənib və böyük məmnuniyyətlə mən sizlərin yazılarını oxuyuram. Akademiyasına bizə aparmışlar. Orada köründə göstərirlər. Jurnalistlərdən biri dedi ki, mən sizə məsləhət görürəm ki, heç vaxt həyatınızda mətbuatla mübahisə eləməyəsiniz. Hətta deyir, evdə xanımla mübahisə eləsəniz də sizin bağışlanma şansınız qalır. Amma mətbuatla mübahisə eləyəndən mətbuatla mübahisə edən adam deyir, haqlı da olsa həmişə uduzur. Və bu Alman siyasətçilərinə deyir, təlqil olunan bir məsələdir. Alman deməli ictimai fikrini formalaşdıran adamlara təlqil olunan bir fikir. Bir də elə bilirəm ki, bu coğrafi məkan dəyişsə də bu hikmət, bu dəyişmir. Bu mənada biz sizin dostunuzuq və xahiş edirəm, bizi də öz dostunuz kimi qoruyub saxlayasınız. Mən sizə bayramınız münasibətilə təbrik edirəm, uğurlar arzulayıram. Rıza müəllim, siz də qısa maraqlı qeydləriniz üçün sonuncu anekdotu da hesab edirəm ki, jurnalistlərin ünvanına söylənmiş, belə deyək də, ən gözəl sözlərdən biri kimi. Elə o da anekdot, heç nədən. Coğrafi məkanın isə fərqi yoxdur, yəni Almaniya ilə Azərbaycanın da yəqin ki. Mən bilməm, texniki imkanlarınız imkan versə, auditoriyamız da icazə versə, bəlkə soydaşlarımızdan Əbfəz müəllimi Türkiyədən Üsküdar Universitetindən qoşulub. Əbfəz müəllim, bilməm, sizin çıxışınızı biz dinləyə biləcəyik. Mümkün olsa qısa siz də fikirlərinizi bizimlə bölüşəsiniz. Biz biraz fərqli formatda təşkil etməyə çalışdıq ki, xaricdən soydaşlarımız da bu toplantıya mümkün qədər qoşula bilsinlər. Belki medya mühendisleri, dünyanın farklı ülkelerinden templere koşulan soydaşlarımız, ben de sizi Azerbaycan Milli Metbuat Kurumu'nun yürekten tebrik ediyorum. Ben size şey diyen değerli milletvekillerimiz, gençlerinizden metbuatın hususiyle çünkü devlete hansı meseleler hakkında düşündüğünü, hansı problemleri vacip hesap ettiğini ve geleceği necə təsəvvür etmənin formalaşmasında ən medyanın böyük rolu var. Və bu baxımdan mətbuatın vəzifəsi hesab edirəm ki, yalnız nə baş verdi sualına cavab vermək deyil, həm də niyə baş verdi? Bu proses bizi hara aparır və cəmiyyət qarşıdakı dəyişikliklərə necə hazırlamaq lazımdır suallarını günümüzdə getirmək. Dərs etdiyim bu məqamda xüsusilə rəqəmsallaşma və süni intellekt dövrünün daha böyük əhəmiyyət qazanır. Çünki bugün yalnız texnologiyalara bazardır, təhsil, ailə münasibətləri, insan davranışları və ünsiyyət formaları da sürətlə dəyişir. Və süni intellekt gündəlik həyatımıza sakin, lakin çox sürətli şəkildə daxil. Çünki media süni intellekti yalnız maraqlı proqram, robot veya teknoloji yenilik kimin təqdim etməməlidir. Onun əmək münasibətlərinə, sosial bərabərliyə, şəxsi məlumatların qorunmasına, təhsilə, uşaqların inkişafına, himayətə çıxartmasının əsasən jurnalistlərin müəyyən edilirsə, bugün həmin prosesdə algoritmlər və sosial media platformları iştirak edir. Bu isə jurnalistin məsuliyyətini azaltmır, əksinə daha da çünki məlumatın çoxalması həqiqətən haqqında sosial nəticələrini işıqlandırmaqda biraz gecikir. Bu mövzular çox vaxt yeni tədbirin təqdimatı və ya qısa texnoloji xəbər səviyyəsində qalır. Halbuki məsələ daha dərindir və sistemli təqdim edilir. Bəzən gündəlik sensasiya xarakterli xəbərlərə həddindən artıq gəlir. Sosial şəbəkələrdə yayılan mübahisələr, şəxsi münasibətlər və TikTok bu mövzular geniş müzakirə olunduğu halda cəmiyyətin gələcəyini müəyyənləşdirən texnoloji və sosial dəyişikliklər lazımi dərinliklə təhlil edilir. Əlbəttə ki, media auditoriyanın marağını nəzərə almalıdır. Lakin media yalnız mövcud maraqları izləməməlidir. Eyni zamanda ictimai və ya maraqsızlıq ulaşılmalıdır. Və diqqəti həqiqətən vacib məsələlərə yönəltməlidir. Sosial media diqqəti cəlb etməyə çalışılsınlar. Məsuliyyətli mətbuat diqqəti doğru istiqamətə yönəltməlidir deyə hesab edirəm. Və bu səbəbdən Azərbaycanda texnologiya və süni intellekt üzrə ixtisaslaşmış jurnalistikanın inkişafına çox böyük ehtiyac var. Universitetlərimiz, elmi mərkəzlərimiz, texnologiya mütəxəssisləri və media qurumları arasında
bu mənada əməkdaşlıq gücləndirilməlidir. Və mətbuat cəmiyyətə qorxu deyil, əslində hazırlıq hissi verməlidir bu mənada. Və insanlara yalnız riskləri deyil, yeni dövrdə hansı bacarıqlarda əhəmiyyət qazanılacaqdır və dəyişikliklərin necə uyğunlaşmanın mümkün olduğunu da göstərməkdir. Və inanıram ki, Azərbaycan mətbuatı, yəni Dövrün çağırışlarına uyğun davranmaqdır var. Minnətdaram sizə, çox sağ olun. İndi isə icazə versəz, mən Əli Məhəmməd müəllimə söz vermək istədim. Konstitusiya Araşdırmalar Fondunun buyurun. Yani alırırsınız. Nazır dövrdə çağırışlar nədən ibarətdir? Siz 151 il bundan əvvəl Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi, mətbuatı yaradarkən əsas məsələ xəbər məsələsi idi. Xəbər etmək və cəmiyyəti savadlandırmaq. O zaman missiya bundan ibarət idi. Əlbəttə burada peşəkar jurnalistlər var, bunu daha yaxşı bilirlər. Amma indiki media tam fərqli çağırışlarla üzləşir. Çağırışlarla üzləşir və əsas məsələ indi informasiya çaşmamazlığı deyil. İnformasiya geniş miqyasda istehsal olunur. Əsas məsələ etibar məsələsidir. Etibarın qorunması məsələsidir. Doğru olan informasiya məsələsidir. Ona görə indi mənim düşüncəmə görə milli maraqlar, ictimai maraqlar əsaslanan və etibarın qorunmasını ifadə edən xəbərlərin verilməsidir. Və burada çağırışlarımız nədən ibarətdir hazırki şəraitdə? Əlbəttə ki, burada dəfələrlə bu fikir səsləndirildi. Birinci çağırış, mən deyərdim, daha doğrusu çağırışlardan biri süni intellektlə bağlı məsələdir. Çünki indi hal-hazırda məlumatlar hazırlanır, çox sürətlə hazırlanır və bilmirsən ki, bunu insan hazırlayıb, yoxsa alqoritm hazırlayıb. Ona görə nə lazımdır? Bu çağırışa cavab olaraq nə lazımdır, mənim fikrimcə? Mediada süni intellekt standartları, qaydaların qəbul edilməsidir. Etik, çox vacib bir məsələdir, hesab edirəm. Burada həmkarların tərəfindən səsləndirildi. İkinci çağırışlardan biri də dezinformasiyadır. Dezinformasiya çünki o qədər xəbər istehsal olunur ki, bunun hansı doğru, hansı yalan olduğunu bilmək mümkün deyil. Eyni zamanda dezinformasiya həm də milli təhlükəsizlik probleminə çevrilir. Biz bunu 44 günlük müharibədə gördük, Azərbaycana qarşı baş verənlər və çox yaxşı ki, Cənab Prezidentin həmin dövrdə çox saylı müsahibələri bunu artırmaq lazımdır. Mən hesab edirəm, bu çox əhəmiyyətli bir məsələdir. Yəni, o informasiya mənbəyin öyrənmək, necə bundan davranmaq məsələləri çox vacib bir məsələdir. Ona görə burada media savadlığı çalışıb və bizim qanunvericilikdə də bununla bağlı məsələ var, amma indi belədir. Həqiqi medianı süni intellektdən fərqləndirən və yaxud da ki, sosial mediadan fərqləndirən əsas məsələlər bu bildə etibar məsələsidir. Yəni, etibar həqiqətin qorunması məsələsidir. Çünki indi çox saylı məlumatlar çox sürətlə, informasiya çox sürətlə istehsal olunur və əsas məsələ burada daha çox, belə deyək, bu da bir çağırışlardan biridir, klik iqtisadiyyatı deyilən bir iqtisadiyyat var. Yəni, daha çox layik etmək, çoxlu belə deyək, tərəfdaş cəlb etmək, bu həm də iqtisadi əsaslarını möhkəmləndirir, həmin təsisatın. Ona görə mənə elə gəlir ki, bax, bu məsələdə etibarlı olmaq çox vacibdir və bu baxımdan da hesab edirəm ki, bununla bağlı bir media etibar indeksi yaratmasına ehtiyac vardır. Nədir bununla bağlı? Yəni, məsələn, nə qədər təksiblər verilir, nə qədər doğru informasiyalar vardır, bütövlükdə. Bununla bağlı bir platformanın təşkil edilməsinə ehtiyac vardır. Bu platforma sadəcə olaraq media agentliyi ilə ibarət olmamalıdır mənim düşüncəmə görə. Bu platformaya digər tərəflər də daxil olmalıdır. Həm belə müstəqil jurnalistlər daxil olmalıdır, vətəndaş cəmiyyəti daxil olmalıdır bu proseslər və bu indeksi ölçmək, yəni keyfiyyətli məlumatın ölçməsi
vacib məsələdir və həm də bütövlükdə peşəkarlıq, faktların doğruluğu, obyektivlik və məsuliyyət məsələsi də çox əhəmiyyətli məsələdir. Və mən sonda çıxışımı bir qadıyla bitirmək istərdim. Əgər 19-cu əsr mediası kağız üzərində qurulmuşdursa, bunu yəqin ki, təksib etməzsiniz. 20-ci əsr mediası televiziya üzərində inkişaf elədi. Amma 21-ci əsr mediası etibar və süni intellekt üzərində formalaşacaqdır. Və bizim bu məsələyə nə qədər hazırlığı olmağımız da bütövlükdə məsələlərin həm də əlinə gətirir. Və yeganə qarşıda duran məsələ media qarşısında həqiqəti qorunmasına nail olmaqdır. Və ümid edirəm ki, bu həqiqətin qorunması istiqamətində burada peşəkar bizim həmkarlarımız, jurnalistlər vardır və böyük zəhmət olan insanlar. Siz onları qoruyub və növbəti nəsilə götürmək nail olacaqsınız. Hər birisi oğullar arasında və qarşıdan gələn bayram media, bayram münasibətinə, mətbuat günü münasibətinə hər birisi təbrik edirəm, oğullar arasında minnətdarım. Çox sağ olun. Təmin eləməkdən ötürü onun tələblərinə uyğun şəkildə davranmağa məcbur olub, üzücü bir məqam gəlir çıxır bəzi hallarda. Mən istərdim Şərq qəzetinin başında dəyərli mətbuat tarixi araşdırması hakimlərinə söz verim. O da qısa olaraq fikirlərini ifadə eləsin, daha sonra. Çox sağ olun, Nazməndin. Dəvətə görə təşəkkür edirəm. Bizim milli mətbuatımızın 151 yaşı var və bir neçə gündən sonra biz bu növbəti yubileyi qeyd edəcəyik. İslam müəllim burada Avropada çap maşını texnologiyasının yaranışı və ümumiyyətlə dünyada bir sivilizasiyanın başlanğıcını xüsusən qeyd elədi. Azərbaycanda bu 1812-ci ildə başladı. Özdə Güney Azərbaycandadır. Abbas Mirzə bu deməli çap maşınları ixtirayını gətirdi Rusiyadan və deməli həmin o maşınlarda təkcə dini ədəbiyyat deyil, dünyəli ədəbiyyat da çap olundu. Və Güney Azərbaycanda ilk dəfə bizim deməli Azərbaycan adında Darüsəltənə-i Azərbaycan adında 1856-cı ildə qəzetimiz nəşr olundu. Baxmayaraq ki, Fars dilindəydi, ancaq Azərbaycan adı biz götürürük Azərbaycan adına 19-cu əsrin əvvəllərinə, ancaq bu deməli 20-ci əsrin əvvəllərinə gətiririk, ancaq bu ilk dəfə deməli Güney Azərbaycanda Azərbaycan adını formalaşdıran və təbii ki, o dövrəndə bir siyasi rəngi yox idi bunun, siyasi kimlik baxımından deyil, sadəcə coğrafi kimlik baxımından, yəni bu Azərbaycan adından istifadə olundu. Azərbaycan mətbuatı 150 ildə çox böyük inkişaf yolu keçir, tərəqqi yolu keçir, tənəzzül dövrü də var. Yəni elə bir mətbuat orqanı bəlkə də Avropada, dünyanın başqa ölkələrində elə bir mətbuat orqanı tapıla bilməz ki, 1832-ci ildən bu yana təkcə 1998-ci il mart ayına qədər senzuralı bir dövr yaşasın. Çox çətinliklər keçmiş bir mətbuat. Çar senzurası, Sovet senzura sistemi və müstəqillik illərinin ilk illərindəki senzura oldu. Və Azərbaycan mətbuatı deməli həmişə sülh missiyasının daşıyıcısı oldu. Bölgədə Qafqazda, Cənubi Qafqazda. 1906-cı ildə bizim İndi biz deməli bu qlobal Şuşa media forumundan danışırıq, orada verilən mesajlardan danışırıq. Mən diqqətimi çəkdi, ancaq orada bu məsələyə toxunulmadı və görünür və müəyyən bilgisizlikdən irəli gələn bir məsələlərdir. Azərbaycan jurnalistlərinin missiyanı 1906-cı ildə nəşr olundu. İkincisi erməni Azərbaycan ziyanlarının deməli sülh missiyası və o missiyada Azərbaycan qəzetçilərinin Əhməd Bəyoğlu'nun, Əlmərdan bəy Torçubaşovun, Həsən bəy Zərdabinin burada Kasbı qəzetçilərinin qəzetçilərinin oynadığı rolu, hansı ki o sülh missiyası orada Azərbaycan qəzetçilərindən, baş redaktorlarına yanaşı erməni qəzetçilərində iştirak edirdi, Şah qəzetinin redaktor iştirak edirdi və bir konferansiya gəlmək yolunda Azərbaycan qəzetçilər adından jurnalistlər nə qədər canfəşanlıq törətdilər, nə qədər Fürdün bəy Köçərli deyirdi ki, yazırdı ki, diqqətli olmaq lazım. Üzeyir bəy deyirdi ki, bu məsələni həll etməkdən ötürü mətbuatın üzərinə böyük missiya düşürür.
Gəlin İşraq qəzetində onun yazıları var. Yəni bu Azərbaycanda sülh missiyası, ümumiyyətlə Cənubi Qafqazda bu Cənubi Qafqaz evinin yaradılması ideyasında Azərbaycan jurnalistlərinin həmişə rolu var. Təbii ki, bu rol bu gündə kifayət qədər öz rolunu oynayır. Təbii ki, Azərbaycanın mətbuatının bu gün qarşılaşdığı çox ciddi çətinliklər var. Çətinliklər, problemlər var. Ancaq üzləşdirmək bu çətinliklərin bir qismində ümumi texnologiyanın sürətlə gəlişi və süni intellektin gəlişi və alternativ media alətlərinin yaranmasıdır. Alternativ media alətlərində buna vətəndaş jurnalistikası deyilir. Bu TikTokerlərə, blogerlərə əslində yəni bu anlayışın özü də səhvdir. Necə ki, vətəndaş mühəndis olmayan kimi, vətəndaş həkim olmayan kimi, vətəndaş jurnalist yoxdur. Jurnalistin özü vətəndaşdır və müəyyən vətəndaş məsuliyyəti var. Dövlətinin qarşısında, millətinin qarşısında sosial məsuliyyəti var, hüquqi məsuliyyəti var. O baxımdan, bilirsiniz, peşəkar jurnalistlərin bircə dənə yolu var ki, özünü qorumaq və inkişaf eləmək. Biz təbii ki, texnologiyaların gəlişini qəbul eləməliyik və bu alət kimi onların üstünlüklərdən istifadə eləməliyik. Bu jurnal, indi məsələn, indiki jurnalistlərə desən ki, siz diktafondan Akif Nağının yarım saat müsahibəsini yazmışsınızmı, diktafondan köçürmüşsünüz? Köçürmürlər bunu, köçürmürlər. Yəni bu prosesi getməyiblər. O yazım dili üzərində, müsahibinin fikirləri üzərində çalışmayıb, siyasi hazırlıqları yoxdur və siyasi hazırlığı olmayan bir jurnalistində bu bloger olsun, bu tiktoker olsun, bunların heç birini o deməli jurnalistikanın peşə dəyərlərini, standartları bilmədiyi üçün bunu jurnalist kimi təqdim etmək doğru deyil və düzgün deyil. Biz buna qarşı olmalıyıq, peşəkar jurnalistlər. Şərt ondan ibarət deyil ki, bu gün deməli blogerlər, deyək ki, TikTokerlər, bunların verdiyi, Qarabağdan verdiyi 2-3 dəqiqəlik reportajlara mən bir ikisinə baxdım, kifayət qədər siyasi səhv buraxdım. Biri deməli nə verir? Biri deyir ki, Xankəndi Azərbaycan olanda. Babalam, Xankəndi nə vaxt Azərbaycan olmayıb? Azərbaycan tarixi torpağıdır. Bu 1756-cı ildən İbrahim Xəlilin vaxtından bu ərazilər hələ Qarabağ xanlığının ərazisi bəlkə. Bilirsiniz, elə şeylər var ki, dövlətin aid insanlar idi. Bu insanlar bu dövlətin formalaşmasında rolu var. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının böyük əksəriyyəti jurnalistlər olur. Azərbaycan dövləti ideyası, Cümhuriyyət ideyası jurnalistlərin qələmindən çıxıb. Biz bunu unutmamalıyıq və Azərbaycan müstəqillik ideyalarında bir mənalı şəkildə Azərbaycan jurnalistlərinin birgə vəzifəsi olmalıdır. Biz süni intellekt, təbii ki, süni intellekt var və bunun üstünlükləri də var. Üstünlükləri bundan ibarətdir ki, bizə müəyyən bir alətlər verir və bu prosesi, yaradıcılıq prosesini sürətləndirə bilər. Ancaq gəlin baxaq, biz jurnalistlər nə deyirik? Biz jurnalistlər deyirik ki, bir qram tarix yazıda bu neçə sözlər istifadə edib. Görək bunun dil bilgisi nədir, bunun mütaliə imkanı nədir? Axı bu şeydə, data bazalarında o söz, o kəlmələr olmadığı halda, alqoritmlər o mətndə həmən o sosial, süni intellektin hazırladığı o mətnlərə baxın, hamısı bu gün Azərbaycan mətbuatının saytlarının böyük əksəriyyəti süni intellektdən istifadə edir deyə bir-birinə bənzəyir. Yoxdur, yəni bənzərçilər, uslub fərqliyi yoxdur, itir. Ona görə də dövlətə, təbii ki, dövlət həmişə bizim yanımızda olub. Cənab Prezidentə yəni çox böyük təşəkkür düşür ki, çap mətbuatını uzun illər yaşatdı. Çap mətbuatını uzun illər yaşatdı və bu gün də təbii ki, dünyada gedən proseslərdir. Bu gün biz artıq onlayn rejimdə, tutaq ki, internet resurslarında bu missiyamızı yerinə yetiririk. Və bir mənalı şəkildə onu bilirsiniz, söz demək imkanları olmadığı məkanlarda bəzi fikirlərinizi deyə bilirik. Ancaq bu elə bir məkandır, bu ziyalıların məkanı və peşəkarların məkanıdır. Burada sözümüzü çox rahat şəkildə deyə bilərik və ifadə edə bilərik. Mən təşəkkür edirəm. Deməli, belə açıq müzakirələr aparıldı və bu müzakirələr mənə elə gəlir ki, çox peşəkarcasına xeyri də bizim Azərbaycan mətbuatına, Azərbaycan dövlətinə, Azərbaycan jurnalistikasına, hansı ki, o jurnalistikanın uzun, güzəlli bir yol var. Mən sizin hər birinizi təbrik edirəm, bayramımız mübarək.
Tartışaq olur. Akif təşəkkür edirəm. Maraqlı məsələyə toxundunuz. Biz Cross Media saytının noyabr ayında 2 ili tamam olacaq. Biz saytı yaradan zaman gənc belə deyək də jurnalistlərlə, tələbələrimizlə fəaliyyətə başladıq. Həm də onların belə deyək də üstün çoxluğu ilə və təsəvvür edin ki, mən məsələn Şərq qəzetində çalışanda bir tərcüməçimiz, bizim mütləq bir tərcüməçi ştatı var idi, o xəbərləri tərcümə edib çatdı. Burada hər kəs tərcüməçi idi, yəni hər kəs bu işi bacarırdı. Sonra müsahibə götürürlər və anında 10 dəqiqə ərzində, 5 dəqiqə ərzində bu müsahibəni hazırlayıb, təqdim edib. İlk əvvəllər çox təəccübləndim açıqcası, mən də köhnədən qalmış adamlardan görünür sayılıram və bax, anladım ki, sonradan artıq bu proqram təminatı ilə bu məsələləri həll edir və günün demək olar ki, reallığıdır. Gün ərzində bu məsələlərdən istifadə edib, ne kadar yazılar təqdim edir. Amma təbii ki, problem varmı? Akif'in dediği problem var. Yazılar, xəbərlər, təqdimatlar bir-birinə oxşamağa başlayır, fərqliliyi və o zənginliyi bəzi məqamlarda biz hardasa itirmiş oluruq. Təşəkkür edirəm, Akif müəllim öz çıxışında artıq istiqamət verdi. Mən istərdim ki, Azad Vətən Partiyasının sədri Akif bəy Nağıya söz verim. Qısa olaraq burada fikirlərini ifadə eləsin. Bariz bəy, çox sağ olun. Doğrudan da istəyərdik ki, bu tədbirlər ta ki 10 il bundan əvvəl, 15 il bundan əvvəl bayram tədbirləri kimi idi. Şən tədbirləri. Qəzetimizin, nəşrimizin, mətbuatımızın növbəti yubileylərini qeyd edirdi. Amma indi heç kəsə xətirə dəyməsin. Sanki bir matəm, ən azından bir xatirə və ya anı mərasimi kimi keçirilir. Bu da mən hesab edirəm ki, bizim qəzetimizin, yəni çap nəşrinin vəziyyəti ilə bağlıdır. 151 il bundan əvvəl Həsən bəy Zərdabi və onun kimiləri, onun dostları bu qəzetin yaranışı uğrunda, mətbuatın yaranışı uğrunda çarpışırdılar. Çox çətin bir dövrdür, ağır bir dövrdür. İndi mən belə görürəm ki, bu çap deyək ki, materiallarının yaşaması uğrunda bu günlər cəmiyyətdə mübarizə gedir. Akif bəyin fikirlərindən mən tamamilə razıyam. Təpədən dırnağa həyatı ilə bilirəm onun fəaliyyətini. Özünə biraz qəzetçilikdə məşğul olmuşam. Qəzetə bağlı bir insandır, qəzetçiliyə bağlı bir insandır. Qəzetçilik olaraq yaranıbdır. Yəni, ona görə müasir dövrdə iki dənə məqamı demək istəyirəm. Rizvan bəy bir misal çəkdi ki, jurnalistlərdən dost olmaq lazımdır. Doğrudan da ağıllı siyasətçilər ona əməl edirlər. Jurnalistləri özlərinə düşmə eləmirlər. Bir Charles Lindbergh deyilən bir şəxs vardı. 30-cu illərdə Amerikanın ən məşhur şəxsi, bəlkə də prezidentdən də məşhur şəxsidir. Bizdəki o Sovetlərdəki Çkalov yoxdur. Okeanı keçən təyyarə ilə gedib gələn. O da Amerikanın, Avropaya gedib gəlirdi. Həddindən artıq məşhur adamıdır. Hətta 41-ci ildə Amerika müharibəyə girmək istəyirdi. O miting keçirirdi. Deyirdi ki, olmaz, biz girmirik müharibəyə. Onun bir sözü vardı. 2 nəfərə cinayətkarları deyirdi mən nifrət edirəm. Bir də jurnalistlərə. Müharibədə də oldu, sağ qaldı. 70-ci illərdə vəfat elədi. Ölümündən qabaq vəsiyyət eləmişdi ki, mənim dəfnimə jurnalistləri buraxmayın. Yəni o adam başa düşmədi ki, düşmədi ölünə qədər məşhur olmasına baxmayaraq. Ki, jurnalistlərin dostluq eləmək lazım, düşmənçilik eləmək lazım deyil, onun dəfnə buraxılmaq üçün. İkinci məqam, hörmətli qardaşımız, dostumuz dedi, deməli, 19-cu əsr çap, 20-ci əsr televiziya, indi rəqəmsal. Mən biraz razılaşmıram. Çünki məşhur bir Sovet dövründə bir film vardı, onun qəhrəmanlarından biri deyir, televiziya, operator işləyir televiziyada. O deyir ki, televiziya təzə formalaşdığı bile 50-60-cı illərdir. Deyirdi, heç nə olmayacaq, ancaq televiziya olacaqdır. Nə qəzet, nə kitab, nə kino, nə kinoteatr, heç ancaq televiziya. Yəni o da o dövrün əhval-ruhiyyəsini yaşayırdı. Mən ona görə bu günə gəlib çatıram ki, bu günə gəlmək istəyirəm ki, belə bir rəy yaranıb ki, rəqəmsallaşmadır, süni intellektdir, saytlardır, informasiya portallarıdır. Yəni kağız, mən şəxsən bəlkə də köhnə adam kimi qəzetçiliyin saxlanılması, bax bu günlər mən istəyirəm ki, cəmiyyət onun üzərində düşünsün ki, nəyin bahasına olursa olsun, yazılı mətbuat, çap mətbuatı saxlanılmalıdır, qəzetlər saxlanılmalıdır. Dünya praktikasında saxlayırlar. Türkiyə, bizə ən yaxın olan Türkiyədir. Türkiyədə saxlayırlar, siz daha yaxşı bilirsiniz, onun hansı formalardan istifadə edirlər. Reklam və s. və ilə qəzetlər demək olar ki, satışda
pulsuzdur. Onlar paylanır ama reklamdan kazanılır onun əvəzinə. Və yaxud Azərbaycan reallığına uyğun olaraq başqa şeylər fikirləşmək olar. Mən sakitcə biz izləyək ki, bu qəzetlər artıq dünənə çevrilir. Mən bundan razılaşmaq istəmirəm. İstəyərdim ki, bununla məşğul olan dövlət qurumlarda, ictimaiyyət nümayəndələrdə, qəzetçilər də, mətbuat nümayəndələri də elə deməsinlər ki, biz sayt yaratdıq, elə hər şey budur. Bu günlərdə heç nə lazım deyil. İnformasiya portalıdır və s. Yəni o əhval-ruhiyyədən biraz geri çəkilək qəzet. Yəni bu yaxınlarda bir tədqiqat işi aparırdıq. Mən üzvlərimizlə göndərmişdim, kitabxanada çalışsınlar, axtarsınlar qəzetlərlə bağlı. Birincisi sizə deyim ki, bizim mərkəzi kitabxanamızda qəzetlərin saxlanılması bərbad vəziyyətdədir. Qəzetlərin çoxunun içərisində kəsib götürüblər, yəni hamımıza aiddir bu. Kiməsə lazımdır, orada şəklini çəkmək əvəzinə və yaxud köçürmək əvəzinə ən yaxşı yolu seçir ki, qələmlə çəkir, böyrünə bir dənə 4 dənə məqaranı götürdü, getdi. Çox qəzetlərin nömrələrinin ardıcıl şəkildə yoxdur orada, ardıcıl şəkildə. Yəni biz bugünlər nəysə dünənimiz 20-30 il bundan qabaq ki, Əlməmmət müəllim tariximizi yazmaq istəyəndə, yəni o elektron resurslar çox etibarsız resurslardır. Yəni bir an içərisində məhv olub gedə bilər. Qalan yanmayan qəzetlərdir. Yəni o qəzetlər də bizdə birincisi pis vəziyyətdədir. İkincisi də yəni onları indən sonra biraz da boş münasibət olandan sonra yavaş-yavaş onları bəlkə də util nə bilim nə deyirlər, ora göndərəcəklər, çıxsın getsin, saxlamayacaqlar onları. Mən iki kəlmədə mən demək istəyirəm, vaxtını çoxalmaq istəmirəm. Qəzetlərin, mətbuatın funksiyası ilə bağlı. Yəni bu günlər burada deyildi. Deyildi ki, xəbər çatdırmaqdır, ictimai rəyi formalaşdırmaqdır, məlumatlandırmaqdır, maarifləndirməkdir. O istiqamətdə bu günləri məncə fikirləşməliyik ki, biz bax burada deyildi ki, inan məsələsi həddindən artıq. Rizvan bəy də, Əlməmmət bəy də onu dedi ki, qəzet almaq prosesi gelirdi orada. Niyə? Yəni bu da asan deyildir. Şəxsən mən yeni formasında biraz siyasi şöbədə əməkdaşlıq edirdim. Rauf Arboğun hər dəfə divan icrasında alternativ icrasında. Xahiş edirəm, qısa olaraq fikirlərinizi çatdıraq. Onsuz da qısa çatdırırıq, yəni mümkün qədər də qısa çatdıraq. Digərləri və xaricdən olan soydaşlarımız da fikirlərini bildirməsinə və Müşfiq müəllimə söz vermək istərdim. O çıxışa gedəcəkdir. Təşəkkür edirəm Baris müəllim. Əslində medianın işi həmişə texnoloji yeniliklərlə bağlı olub. Biz o kitab çapma dövrünü götürsək, son dövrə qədər həmişə bu texnologiya medianın işini asanlaşdırıb, nəinki çətinləşdirib. Bu baxımdan yeni dövrün texnologiyalarda hesab edilir ki, istər-istəməz axırda peşəkar jurnalist komitələrine ram olacaq. Problem bunda deyil. Məncə Mübariz müəllimin bugün qaldırdığı məsələdə daha dərin bir problem var. Burada medianın missiyası zaten bəllidir. Medianın işi beynəlxalq sənədlərdə yerini tapır. Onun işi cəmiyyətə doğru, düzgün və operativ informasiya çatdırmaqdır. İki, ictimai nəzarət funksiyasını yerinə yetirməkdir. Zaten medianın missiyası bəllidir. Amma Mübariz müəllim onun önünə həm də bir milli media atıb. Yəni milli medianın ümumi mediadan fərqi nədir? O hansı missiyadır ki, bizim medianın milliləşdirir və milli medianı ümumi medianın belə deyək ki, fövqünə qaldırır. Bu nüanslara biraz diqqət yetirməyə zərurət var. Problem burada gəlir birləşir. Bu yeni texnologiyalarla və milli medianın müasir missiyası. Biz müasir çağırışlar deyəndə təkcə texnologiyanın media təsirləri məsələsi deyil. Həm də yeni texnologiyaların yaratdığı şəraitdə milli medianın missiyasının müzakirəsinə başlamalıyıq. Bizim bu dövr üçün milli strategiyamız olmalıdır. Problem nərdədir? Hal-hazırda dünyanın heç yerində media normal öz funksiyasını yerinə yetirə bilmir. Niyə görə? Dünyada bir savaş gedir. Siyasi savaş var, siyasi qaynaşma var və bu siyasi savaş istənilən halda medianı həm də dezinformasiya yayımının alətinə çevirir. Yeni texnologiyaların burada təsiri var, əlbəttə. Məsələn, akademik mərkəzlər deyirlər ki, sosial şəbəkələr dezinformasiyanı digər media platformalarına nisbətən 6 dəfə sürətlə yayılır. Bəli, bu faktdır. Yəni, sosial şəbəkələrin yeni medianın inkişafı dezinformasiyaya təsir göstərir. Süni intellektin
üzr istəyirəm, süni intellekt çoxdan var, generativ süni intellekt texnologiyalarının ortalığa çıxmasından sonra dünyada dezinformasiyanın, yalan xəbərin kəmiyyəti 80%-ə qədər artıbdır. Bu, gündəlik xəbər dövriyyəsində balaca rəqəm deyil. Biz gündə 100 xəbər eşidirsə, bunun 80-i yalandır və burada süni intellektin təsiri var. Amma bütün bunlar niyə olur? Yəni, dezinformasiya tarix boyu var. Həmişə savaş olub, həmişə də savaşın içərisində o auditoriyanı çaşdırmaq üçün yalan xəbər danışılır. Amma bugün fərq odur ki, dezinformasiya dünyada fenomenə və fəlakətə çevrilib. Yəni, gəlib Davos İqtisadi Forum dedi ki, dünya üçün mövcud olan risklərin ikincisi və bunlar nəyi dəyişir? Dəyişən odur ki, media standartına görə media həqiqəti yaymalıdır. Amma bugün media savaş alətinə çevrilir. Çevrilməməlidir, çünki dünya prinsipləri deyir ki, bu olmamalıdır. Məsələn, Münhen Deklarasiyası bəyannaməsi mövcuddur. Orada göstərir ki, hər ölkənin özünün mediası da, belə deyir ki, müharibədə onun alətinə çevrilməməlidir. Amma dünya mediası bunu edirmi, bu prinsipi qoruyurmu? Təəssüf ki, yox. Yəni, o Münhen Deklarasiyasını ilkin olaraq 6 dövlət imzalayıb. İngiltərədə, Fransada, Almaniyada, İtaliyada. Amma bu müharibələr fonunda baxaq, həmin ölkələrin mediası bu prinsipə əməl edirlərmi? Bu prinsipi qoruyurlarmı? Yox. Bir mənalı şəkildə deyə bilərik ki, yox. Onlar qorumurlar, onlar informasiya savaşında alətə çevrilərsə, bəs biz milli media qurumları necə hərəkət etməliyik? Yəni, burada söhbətin məğzi bura gəlir. Biz yenə də o ideal olaraq media nəzəriyyələrinin ardına düşüb getməliyik, yoxsa özümüzün bir strategiyamızı hazırlamalıyıq. Mənə belə gəlir ki, mübarizənin bugün keçdiyi tədbir həm də bu yöndə bir müzakirənin başlanması üçün belə deyək ki, səbəb olur, əsas yaradır. Mübarizəmə təşəkkür edirəm, təbrik edirəm və uğurlar arzulayıram. Yəni, bir konferansda biz bu məsələlərin hamısına cavab verə bilmərik, amma ən azı müzakirənin başlanması üçün bir üstünlük olmalıdır. Yeri gəlmişkən, sabah gün bizim milli mətbuat gündür. Mən həmkarlarımızın hamısını təbrik edirəm. Sağ olun. Bizim Crossmedia saytında Crossmedia Təhlil Mərkəzinin belə deyək də analitikləri, alimləri maraqlı təqdimatlardan çıxış edir. Nə qədər biz reytinqin arxasında keçməli olsaq, reytinq üçün çalışmalı olsaq da biz o maraqlı təqdimatları, araşdırmaları da təqdim etməyə çalışırıq ki, düşünürəm ki, cəmiyyət üçün daha faydalı olanlar məhz həmin o araşdırmalardır, təhlillərdir. Burada bizim Təhlil Mərkəzindən Pərviz müəllim Kazım bəy iştirak edir, fəlsəfə doktoru. Pərviz müəllim, qısa olaraq istərdim ki, siz də fikirlərinizi ifadə edəsiniz. Bununla əlaqədar mən bir diqqətinizi cəlb etmək istəyirəm. Həmkarlardan biri dedi ki, yığcam kompaktı çox böyük auditoriyalarda ciddi mövzuları müzakirə etmək mümkün deyil. Odur ki, düşünürəm bu format bu mövzunun müzakirəsi üçün ən ideal formatdır. Mən həyatımın son 20 ilini informasiya mühəndisliyinə həsr etmişəm. Bu barədə bir-iki monoqrafiyam da var. Və bu günləri medianın qlobal informasiya proseslərinin tərkib hissəsi kimi təhlil edirlər və mənim də bu sahədə bir neçə məqaləm var və informasiyanın mahiyyəti, informasiyanın nəzəriyyəsi, informasiya xidmətləri, reytinqlər, qiymətləndirmə, metriks məsələlər bütün bunların sonunda və bu 20 ilin tədqiqatın nəticəsi olaraq gəlib çıxmışam informasiya maarifçiliyinə. Auditoriya və cəmiyyətin informasiya maarifi və maariflilik səviyyəsi bu günləri medianın həm qiymətini müəyyənləşdirir, həm dəyərini, həm informasiya və dezinformasiya arasında fərqi ortaya gətirir. Çünki cəmiyyət indi çox böyük informasiya dövrəsi ilə qarşı-qarşıyadır və heç kimin əlindən tutmaq olmaz ki, buna inan, buna inanma. İnsanlar informasiya ilə dezinformasiya arasındakı həddi sezməyi başarmalıdırlar və bunun üçün də informasiya maarifliyi olmalıdır. Və düşünürəm ki, bugünkü mətbuat bu sahədə bir işlər görə bilər və çox başınızı ağrıtmayayım, Türk dövlətlərinin əməkdaşlığı ilə əlaqədar da bir cümlə deyim və bununla da sözümü bitirim. Biz son 100 ildə Türk dövlətləri və Türk xalqlarının inteqrasiyası, əməkdaşlıqları ilə əlaqədar bir sıra addımları tarixdən görmüşük. 26-cı ilin 1-ci Türkiyoloji Qurultayından ta bizim bu 100 illiyi keçirdiyimiz möhtəşəm tədbirlər fonunda. Və bu prosesdə müsbət və mənfi qüvvələrin bir mübarizəsi hiss olunur bu 100 illik tarixdə və görürük ki, bir dinamika var, xalqların inteqrasiyaya təmayül edən gücü var, bir potensialı var. Digər tərəfdən də əks qüvvələrin bunu dağıtmağa, bunları pərakəndə etməyə bir təmayül var.
Və mən müşahidə edirəm ki, biz 1926-cı ildən ən uğurlu addım olaraq bir əlifba, Latın əlifbası problemi ilə qarşı-qarşıyayıq ki, bu əlifbanın aradan götürülməsi, dağılması, insanları və Türk xalqlarını pərakəndə etmək üçün də səylər göstərilib Rusiya vaxtında da, SSR vaxtında da. Mənə elə gəlir ki, bu günləri geriyə yolu olmayan addımlar atılmalıdır. Bax, bu Latın əlifbası kimi. Geriyə yolu olmayan addımların atılması bu Türk xalqlarının inteqrasiyasını sürətləndirəcək, gücləndirəcək və mən buna inanıram. Bu barədə bir neçə yazım var, çap olunub. Tədbirə də uğurlar arzu edirəm. Çox sağ olun. Sayfının və Eyni adlı qəzetin rəhbəri Yunus bəy. Çox sağ olun. Davam edin. Buyurun. Təşəkkür edirəm. Birinci mətbuat günü münasibəti ilə hər kəsi təbrik edirəm. Mətbuatda işləyəni də, işləməyəni də. Çünki işləyən yaradır, işləməyən də ondan yararlanır. Odur ki, hər kəsi təbrik edirəm. Əslində bu xəbərləşmədir. Xəbərləşmə insan yaranandan var. Həm antik dövrdə xəbərləşmə var, həm orta əsr dövrdə var. O dövrlərdə insan xəbəri necə yayırdı? Bazarda, kilsədə, məsciddə və yaxud da hamamda. Öz zaman xəbərlər var idi, xəbərləşmə var idi. Sadəcə olaraq mətbuat yox idi. Yəni, yayılma müddəti də var idi. Yayılırdı, biri fətva verirdi, xəbərçi, filankəs müharibəyə gedir, filankəs, nə bilim, orada içkiyə qoşarıb və s. Xəbərlər var idi, həmişə xəbərlər olur. İnsan yaranandan xəbərlər olur. Amma ciddi mətbuat 19-cu əsrdə yaranmağa başladı. 19-cu əsrdə və bunun da səsi sədası səhv eləmirəmsə Akif Gürcüstanda yaranıb da Axbar 1931-ci ildə. 1832-ci ildə. Onu da Azərbaycan dilində yaranıb, amma çox çəkmədi. Farsça çıxır, sonra Farsça çıxır, Farsça yazıblar ki, bu elə bir şeydir, bölgədir ki, burada Fars dilini anlamırlar. Bunlar Türk paşalarının dilində anlayırlar. O dildə lazımdır qəzet, ona görə Azərbaycan Türkçəsində qəzet 1832-ci il. Bəli. Amma məsələ bundadır ki, amma 1875-ci il Əkinçi təkcə dilimizi inkişaf etdirmədi. Əkinçi milli mənəvi dəyərlərimizi də inkişaf elədi. Əkinçi kadrlarımızı da yetişdirdi. Gələcək dövlətin nümayəndələrinin Akif bəy dedi. Gələcək dövlətin iştirakçısı olan, dövləti yaradan, cumhuriyyəti yaradan insanların yetişdirdi. Jurnalistlərdən çıxdı, bəli. Həsən bəy Zərdabi bir ovuc dən atdı, əkilməmiş, şumlanmamış yerə. O dən başladı cücərməyə. Son nəticədə cücərtisi 18-ci il Cumhuriyyət oldu. Baxın, bizim bir keçid mərhələsi var, ümumiyyətlə mətbuat tariximizin 4 mərhələsi var. İnqilaba qədər başda əkinçi olmaqdan Cumhuriyyətə qədər dövrümüz, Cumhuriyyət dövrü, sonra Sovet dövrü bir keçid mərhələsi var. Qeyri-rəsmi mətbuat, yəni gizli çıxan mətbuat idi, 88-91. Bir də 4-cü mərhələ artıq müstəqillik dövrünün mətbuatı idi. Və bu mətbuat çox işlər gördü. Siz fikirləşməyin, bütün ideyalar mətbuatdan yaranır. Bütün ideyalar mətbuatda dərc olunur. Əgər deyək ki, Məmməd Əmin Rəsulzadə və yaxud da ki, Topçu Başov və yaxud da Həsən bəy Ağaoğlu, Əhməd bəy Ağaoğlu üzr istəyirəm, onlar yaza ideyalar, məqalə yazırlar, o məqalələrdən ideyalar doğulurdu. O ideyalardan yeni müstəqil Azərbaycan doğulurdu. Məsələ bundadır. Və Akif bəy çox gözəl bir söz dedi. Dedi ki, artıq məqalə, yazı, xəbər bir-birinə oxşamır. Bəli, 22-ci ilə qədər mən 51 ildir artıq yazıram. 51 ildir. 22-ci ilə qədər, bu əsrin 22-ci ilinə qədər xətt üslubundan mən bilirdim ki, bu yazı kimindir. İstəyir altına, kimin adını istəyirsən qoy buna. Bilirdim xətt üslubundan, bunu filankəs yazıb, bunu Akif yazıb. Akif tamam başqa bir adam idi. Bunu Yunus Oğuz yazıb, bunu Şamil yazıb. Xətt üslubundan bilirdik. İndi xətt üslubu bitirdi. Yoxdur ortada, heç kim yoxdur. Və ən əsasıdır odur ki, o gün bir xəbər idi, atdılar, işdən mənə atdılar, işdə deyildim. Hörmüzdə bir Türk gəmisini vururlar. Mən də altından yazdım ki, xəbəri yoxla. Nə olsun gec gedəcək? Amma müasir dövrdə
Fake xəbər üçün Hər şey ola bilər. getdi. Ha, bir gün sonra təsdiqini tapmadı, amma şəklini göstərdilər ki, vurulan Türk gəmisi budur. Amma Türkiyə bu haqqda danışmadı. Biz də onu vermədik. Amma sosial şəbəkədə nə istəyirsən verirlər. İndi intellektual dövrdür. Süni dövrdür. Süni intellektual dövrdür. Bu süni intellektual dövründə sənə nə istəyirsən yazsınlar. Süni deyəcəksən mənim haqqımda yaz, sənin haqqında elə şey danışacaqsan, deyəcəksən bu mənə. Nədən aslı olmayaraq süni intellektin fake xəbərləri kifayət qədər çox olacaq. Və biz o güvənliyi əldən verməmək üçün yenə də gec-tez xəbərləri yoxlayıb verəcək. İstəyir gec olsun, istəyir tez olsun. O xəbərləri ki, niyə tez verirlər, istəyirlər çox ayıp qazansınlar. Nəysə biraz... Biz yine çıxışçılarımız var. Mən Baz müəllim ağalarına söz vermək istəyirəm. Baz müəllim və qarşıdan gələn media bayramımızı hamımızı təbrik edirəm. Xeyirli uğurlu olsun. Və təbii ki, mən bir tarixçi alim kimi, eyni zamanda Azərbaycan elm media münasibətlərindən bir-iki cümlə demək istəyirəm. Bilirsiniz ki, dövlətin də, cəmiyyətin də fundamenti kökü elm təhsildir. Dövlətin əsasını, elmi, ideologiyasını elm təşkil etdiyi kimi, mediada onun təbliğatçısıdır, təşkilatçısı olmalıdır. Ona görə də mən hesab edirəm ki, bugünkü gündə bəlkə də bizim burada qeyd olunduğu müəyyən problemlər, günümüzün problemləri eyni zamanda elmlər media münasibətlərinin bəlkə də zəif olmasıdır. Və məhz bundandır ki, bir çox məsələlərdə, istər ideoloji məsələlərdə, istər digər məsələlərdə baxırıq ki, bu zəif problemlərin məntiqinin nəticəsi kimdir? Elmimizə yönəlik, tariximizə yönəlik, mədəniyyətimizə yönəlik çox ciddi xaricdən həm də daxildən müəyyən təpkilər, təzyiqlər var. Açıq, Akimən çox gözəl bilər. 20-ci əsrin əvvəlindəki bizim mətbuatımıza baxdığımızda, mühacir mətbuatına baxdığımızda media tək təbliğatçı deyil, elmin yükünü daşıyan bir prosesdir. Alimləri müdafiə edən bir qurum rolunu oynayır. Alimlərin yükünü çiynində aparan bir funksiyanı yerinə yetirir. İndi bugünə bax, həqiqətən bugün belədirmi? Azərbaycan mediası alimin yanındadırmı? Azərbaycan mediası Azərbaycan elminin nə dərəcədə yanındadırmı? Biz bunu da bir düşünməliyik biz. Buna da bir təsəvvür edin ki, Azərbaycan Milli Elmlər Akademiyasına bağlı bir məişət problemində bir problem atırlar ortaya. Təbii ki, deyirlər bilər ki, ciddi və yaxud da qeyri-ciddi bir media qurumları. Yəni, media adını daşıyan, mən hesab edirəm ki, kifayət qədər hamı ciddidir. Burada qeyri-ciddi deyilən bir kateqoriya bölmək olmaz. Bir dənə deyək ki, hansısa bir digər alternativ media qurumu, media rəhbəri ona bir alternativ cavab vermir, çox təəssüflər olsun ki. Çünki yenə deyirəm ki, bu eyni zamanda bu elmi, alimi qorumaq lazımdır. Və yaxud da ki, tək tariximizdə keçən 100-ə yaxın elmi əsər çap olunubdur. Elmi media bunların hansısa təbliğat edildi, açıq deyək, etiraf edək ki, hansı təbliğat olubdur, hansı təqdimat olubdur, hansı sərgilər keçirilib media olaraq. Yəni, bunları da biz bir düşünməyimiz lazımdır. Yəni, bunlar çox ciddi məsələlərdir. Çoxsaylı media ilə bağlı tədbirlər keçirilir. Məsələn, bugünə qədər media və elmlə bağlı hansı bir konfrans keçirilibdir? Media və elm münasibətlərlə bağlı müəyyən tədbirlər keçirilibmi? Buna da biz bir düşünməmiz lazım. Biz mətbuatla kifayət qədər sıx əlaqə yaradırıq. Dövlət mətbuatı ilə də, özəl mətbuatla da yazılar veririk, tariximizlə bağlı, mədəniyyətimizlə bağlı. Tək bu deyil. Mən hesab edirəm ki, tək elə bu yazı münasibətlərlə olmamalıdır. Bizim nüfuzlu redaktorlarımız Azərbaycan tarixi ilə bağlı yazılar yazmalıdır. Mütləq şəkildə. Bilirsiniz, ad çəkmək istəmirəm. Sosial medialarda Azərbaycan tarixi ilə bağlı elə belə qeyri-iradi bizə yad olan ideologiyalar təbliğ olunur ki, Azərbaycan dövlətçiliyi təhqir olunur, təbliğ olunur və bunu bir nəfər Azərbaycan media rəhbəri buna bir münasibət bildirmir. Deyilir, tarixçilər cavab verir, amma tarixçilər yenə deyirəm, cavabı yetərli deyil axı. Tarixçilərə də bir media tərəfindən dəstək gəlməlidir. Mən hesab edirəm ki, bu məsələlər də bir düşünülməlidir, bu məsələlər də bir fikirləşilməlidir və elm təbliğ olunmalıdır. Elm təbliğ olunmasa, alim müdafiə olunmasa, elmi müdafiə olunmasa, mən hesab edirəm ki, çox çətin olacaqdır. Ona görə də mənim deməyimin ümumi nəticəsi budur ki, Azərbaycan elmindən mediası fundamental şəkildə bir əməkdaşlıq edib bu sahədə ciddi işlər görməlidir. Uğurlar arzu edirəm, sağ olun, təşəkkür ederim. Teşekkür ederim. Baz müəllim, ciddi məsələdir. Mübariz bəy, bir kəlmə Mübariz müəllimin dediyinə. Buyurun, elə mən ayaq dinləyərəm. Çıxır bu günlər həmən xəbər yayılır. Amma orada da yenə getməlidir ki, tarix üçün.
Amma bax bir sahəndə Mübariz müəllim burada dedi ki, bizim qəzetlərdə əsaslandırılmış elmi məqalələr geçsin, iqtibası ilə. Çünki hansısa Elnur, nə bilim nə, burada təhkir eləmək istəmirəm, özü yoxdur burada, Şah İsmail haqqında ağzına gələn danışır. Bir dənə bizim qəzetlərin birində yavaş-yavaş insanlar onu öyrənəcəklər ki, mən falan qəzetdə, Şərq qəzetində, falan qəzetdə bu istədiyimə bir cavab axtaracağım, özdə kökü ilə, dibi ilə, iqtibası ilə ki, falan yer istifadə olunur. Yoxsa kimsə ağzına gələni sosial şəbəkədə danışır. Ona yox, mən qəzetdə yer tapacağım bunu. Yəni, bu uzun bir mövzudur, mən razıyam Mübariz müəllimdən ki, bir imkan edeyim, bir onunla bağlı bir müzakirələrimiz olsun. Bir cümlə də əlavə edeyim, burada bizim hörmətli deputatlarımız əyləşdilər. Nə qoca tuşlara verirlər istinadı. Çox təəssüflər olsun, bu dəhşətli bir şeydir. Səfərlərlə bağlı problemi var, get münşiyə istinad ver, get ərəb qaynaqlarına istinad ver, get fars dili qaynaqları istinad ver. Amma baxırsan, elə dəhşət şeylər paylarda təəssüf ki, onların dövlət sorumluluğu var, çox təəssüflər olsun ki, onlar dövlətçiliyi bizdən çox qorumalıdırlar. Amma baxırsan elə şey paylaşırlar, dəhşətə gəlirsən ki, belə şey ola bilərmi? Ona görə siz dediyi zaman istinad ciddi olmalıdır. Teşekkür ederim. Çok sağ olun. Çok güzel. Media elm üçün qapalıdır. O günah sizdədir, bizdə deyil. Bizim günahımız nədir? Nə vaxt gətirdiniz, dediniz ki, bunu verin, təklif eləyək qurultasınız. İcazə versəydiniz, alim yazdı, hörmətli Mən tədbir bunu iştirakçıları. eləyirəm, bizə gətirirlər. Amma kütləvi gətirmirlər. Razıyam. Mübariz Müəllim, icazə versəz, bu günə qədər Azərbaycan mediası sosial problemlərlə bu günə qədər yazı yazmayıb. Bu da sizin problemdir, bizim problemimiz deyil. Akməl, icazə versəz, digər çıxışçılara söz verək. Mən icazə versəydiniz, Almaniyadan, elə alimlərdən söz düşmüşkən, Almaniyadan Yaşar müəllim qoşulubdur. Yaşar müəllim bizim həm hörmətli, dəyərli alimimizdir, Almaniyada təmsil edir Azərbaycanı, həm də nüfuzlu diaspor rəhbəridir. Yaşar müəllim, buyurun, Yaşar Müsayev, buyurun Yaşar müəllim. Sizə söz verdik, çıxışdır Yaşar müəllim, buyurun. Salam, dəyərli dostlar, hörmətli xanımlar və bəylər, Mübariz müəllim, əlbəttə, təşəkkür edirəm ki, Almaniyanın müdəkələrindən salam duyuram və bu köklü görüşlər olan dostdur. Əlbəttə, 22 iyun 1873-cü ildə Vətən Vəzirliyi Nazirinin əlçilik vasitəsilə yaradılmış mətbuat üzrə tariximizdə çox gəlişən bu münasibətdə mətbuat işlərinin və nazirlərdən aldığını sərlər salamlayıram və hamını təbrik edirəm. Azərbaycan mətbuatının ilişkində əlbəttə fakirləri çoxdur. Bəziləri deyildi, ədəbiyyatçı, lazımlıqlar, yollanır. Hələ də Tərmərdan və baş olan Karslı yollanır. Cəlil Məhməd Qudazənin olan əsərliyi məşhur və bunun əsasında bizim Azərbaycan mətbuatının dönəmi, bu dönəmlərdə sabahlı olan müştərəklər sağlığı hüquqnaməsi, əlbəttə ki, hər Azərbaycanın hər təşkillər, qeyri-uluslu mətbuat səhifələridir. Ben bu açılarda bir ay önce Japonya'ya dedim ve orada elbette ilk avukları Japonya'nın faydası olan çok ülkelerde orada benim teknoloji sanayi elbette sanayinin merkezinde daha yeni merkezinde dünyanın medeniyeti ve fazla fiyatını verirler ve onlardan önemli şeyler yapıyor. Bunun üzerine Almanya'da 25 yıl Avrupa'da Almanya'da ve Almanya'da Avrupa'da mətbuat təcrübəsini sizin diaspora və Müslümanlığından beş əsas bu zamanda hər bir Türk bölgədə ölkələrə daxil olan hər bir xalqın öz identikinin saxlanması, öz milli mətbuatının saxlanması və eyni zamanda bunu integral siyasi. Bir misal diyelim istəsək 1915-ci ildə Güyək baş vermiş Erməni soyqırımında Türk kardeş Türkleri mətbuatı, dövlət rəhbərliyi, hökumət əlaqədə olan hadisələrdə mənim sözarası soyqırımın məhsulatı olması əlbəttə ki, onların da qərarətlərini deyən bu hadisələ mətbuat prosesidir. Niyə məsələn biz Türkiyəni dünyanın miqrasiyası, Türkiyədə sağlanan miqrasiyasını danışan zaman həmin farklı sənədlərinin əsasının ən azı Türkiyəli ölkələrdə surətlərin kopyalarının yayılmasına
nəzarət eləmir. Bizim ikinci strateji yol xəritəsinin faktorları əsasında da Azərbaycan mətbuatının həmin strateji yol xəritəsində öz mövqeyini tapılması həm milli dəyərlər baxımından, həm də beynəlxalq aləmə inteqrasiya baxımından əsas məsələlərdən biri ola bilər. Bütün bunların əlbəttə başında yenidən mətbuatın cəmiyyətdə tutduğu rol oynayır və mən bir şey qeyd etmək istəyirəm. Müqayisə edirlər. Bu kimi məsələləri bilirik. Təbii ki, Azərbaycanda medianın nəzərə götürsə ciddi uğurları var, eyni zamanda çağırışlar var. Qarşımızda 2-ci Qarabağ müharibəsindən sonra ciddi çağırışlar var. Burada çox dəyərli bizim media işçiləri, alimlər, millət vəkilləri gözəl çıxışlar elədilər. Təbii ki, problemin hamısını və ya da çağırışların hamısını əhatə etmək mümkün deyil. Amma medianın düşüncəmə görə qarşısında duran əsas vəzifələrdən biri həmişə dövlətin yanında olmalıdır. İdeologiyamızın səklənməsinə, onun dünyada təbliğinə, daxildə təbliğinə xidmət olmalıdır. Çünki məsələ ondan gedir ki, burada hörmətli alimlər eyni zamanda qeydilənlər sənaye inqilabları, sair inqilablar baş verir və bu günlərin ümumi tərəfi gizlilik üçün və yaxud da ki, özünə təcrübə üçün heç bir imkanlar saxlamır. Belə bir şəraitdə milli mənəvi dəyərləri qorumaq, tarixi dəyərləri, hörmətli alimimiz burada qeyd elədi, tariximizə olan hücumları, ümumiyyətlə informasiyanı doğru, düzgün şəkildə təsbit etmək çox çətin məsələ, çox çətin məsələdir. Yəni, onun kökündə o dayanır ki, söz bugün hamının istifadə edəcəyi vasitə və cəmiyyətin çıxacaq bir vasitəyə çevrilir. Anında olaraq informasiya, dünyanın istənilən küncündə, bucağında olan informasiya bir də görürsən ki, internet resurslarında tuğyan eləyir. Bu nöqteyi nəzərdən 90-cı illərdəki xaos heç də bitməyirdi. Yəni, çünki söhbət ondan gedir ki, biz iqtisadiyyatda, sənayədə, həyatın müxtəlif sahələrində keçidlər eləyə bilər, amma təfəkkürdə keçid eləmək çox çətindir. Məsələdə bu nəsillərin problemidir. Çinlilərin belə bir ifadəsi var. Bunu əksəriyyət yəqin ki, burada bilirik. Bir-birinə nə isə pis məsələ arzulayanda deyir, görün, sənin keçid dövründə yaşayasınız. Bu nöqteyi nəzərdən biz keçid dövrünün müəyyən ağırları keçmişik, amma təfəkkürdə keçid eləmək həqiqətən də çətindir. Bu nöqteyi nəzərdən mən o maariflənmə məsələsi, bu günləri fəlsəfi milliləşdirmə aparsaq, əgər maariflənmə məsələsi bəşəri problem olduğu üçün, olduğu qədər də milli bir problemdir. Çünki biz maariflənmədən bizim media işçiləri geniş yapışmalıdır, ondan geniş çıxış eləməlidir. Şuurlara, təfəkkürə təsir etmək üçün, yəni dövlətin, dövlətçiliyin, bizim milli mənəvi dəyərlərin qorunması üçün süni intellektin imkanları. Bu hüdudsuz bir məsələdir. Bir dənə misal çəkmək istərdim. Burada mənim qeyd elədi, əgər fəlsəfədən söhbət gedirsə, biz fəlsəfi təfəkkürə müraciət etməyə zəruri hesab edirik. Qərb müəllifləri hesab edirdik ki, qərb müəlliflərindən biri qədim dövrdə o necə kəşf olunurdursa, bunu heç kim bilmirdi, onun kəşfi necə gəldi. Həqiqətən də bugün elmi-texniki tərəqqinin imkanları bizim qarşımızda o qədər sonsuz üfüqlər açır ki, süni intellekt. Bu üfüqlərdə insan itib bata bilər. Bu insanın itib batmaması üçün, mənəvi dəyərlərin qorunması üçün bizim tarix bizim nəyimizdir, keçmişimizdir, həm də ənənəmizdir. Biz gələcəyin nə ilə gedirik, tarixə söykənərək, sözə söykənərək, milli mənəvi dəyərlərə söykənərək gedirik. Bu istiqamətdə işlər həmişə düşüncəmə görə davam etməli. Ona görə süni intellekt bizim qarşımızda elə böyük məsələləri, elə problemləri qaldırır ki, çox gözəl qeyd edilə bilər. Biz təfəkkürcə artıq bir-birimizə oxşar. Müəllim qeyd elədi, hörmətli Akif müəllim, artıq oxşar yazılar bizi əsasləşdirə bilər. Bu nöqteyi nəzərdən analitik yazıların daima davam olunması biz zəruri hesab edirik. Şuşa qlobal media forumuna toxunmaq istərdim. Bu Şuşa qlobal media forumu yalnız Azərbaycanın problemləri ilə məşğul olmaq üçün deyildir. Təbii ki, orta güc bizim iqtisadiyyatın, sənayenin, digər sahələrin, cəmiyyətin inkişafı üçün vacibdir. Şuşa qlobal media forumunun ümumiyyətlə Azərbaycanın Bakı prosesi çərçivəsində illərdə apardığı
işlərin davamı olaraq bu yeni bir axtarış modelidir. Bu dialoq fəlsəfəsinin bəşəriyyətdə, dünyada sözün insanın bir-biri ilə ünsiyyət mədəniyyətinin formalaşmasına xidmət edir. Təbii ki, bu işin üzərində düşüncəmə görə medianın çox böyük rolu var. Ona görə Mübariz müəllim çox gözəl toxundu. Tariximizə qarşı olan çox təəssüflər ki, illər boyu hansısa o uzunlara qarşı nələrsə çalışır yazmağa, amma imkan saxlamır. Məkan kiçilir, zaman sürətlənirdir. Yəni medianın üzərində mən deyərdim ki, dövlət aparatından da böyük bir iş var, səmimi deyək. Çünki ideologiyanın yanında əgər media işçiləri olarsa, onun təbliğat təşviqatı daha güclü olur. Sizi bir daha təbrik edirəm, çox sağ olun. Eyləsi sözlər həqiqətən də çoxdur. Fəlsəfi yanaşmalar, müasir media bilirsiniz ki, çox şaxəlidir. Uğurlar arzulayıram, bu müqəddəs yolda bir-birimizə dayaq olmağı, bir-birimizə dayaq olmağı arzulayıram. Sağ olun. Bu müasir dövrdəki sosial medianın rolundan. Amma hər halda danışılası təbii ki, çox şey var. Təbii ki, informasiyanın cəmiyyətdə rolu haqqında ilk dəfə deyək ki, 92-ci ildə ortaya çıxdı ki, New York Times yazdı PPO-nun fəaliyyətindən, hərbi jurnalistlərdən, nə bilməkdən. Amma bundan sonra da silsilə kitablar çap olundu. Müxtəlif alimlərin, qərb alimlərinin, Sternberg'in fikri var ki, hətta onun kitabı var. Siyasi təbliğatın 3000 yaşı. Ondan sonra Beglov yazdı ki, 3000 yox və 6000 yaşı var. Yəni təbliğatın. Və doğrudan da dövlətlərin tarixinə, cəmiyyətin tarixinə baxanda bu tarix o qədər qədimdir ki, bundan üzü bəri gələndə deyək ki, bu tarix gəlir Türkiyənin deyək ki, Bəyazlı məktubları var, Süleyman Əminin məktubları var, sonra Napoleonun nə qədər müraciətləri, məktubları var və müasir dövrə gələndə də hətta mən Azərbaycan müxbiri idim Naxçıvanda işləyəndə Heydər Əliyevin qəbuluna Mirzə Əsgərov gəldi. Sonra məndən sonra Azərbaycan müxbiri oldu. O məsələ qaldırdı ki, Heydər Əliyevin qəbulunda məsələ qoydu ki, Naxçıvanın informasiya blokadasından çıxarılması önəmli məsələ olmalıdır. Bu da təbii ki, doğrudan önəmli məsələ idi. Və Real Agentliğini yarattı. Heydər Əliyev sonra çıxışında vurğuluyurdu, onu şahsən vurğuluyurdu ki, yanıma bir cavan oğlan gəldi. Çox böyük missiyalardan gəldi. Sual verdi ki, eləyə bilərsən bunu, amma elədi. Sonra Naxçıvan qəzeti yarandı, sonra bu informasiya blokadasının yaradılmasında. Ondan qabaq həmin yolu deyək ki, Atatürk. Atatürk İstanbul mətbuatının əl almaq üçün neynəmədi? Birinci məqsəd buydu. Anadolu Agentliyi yarananda məhz elə o məqsədlə yaradıldı ki, informasiya blokadasından çıxsın ölkə. Yəni bu misalların sayı kifayət qədər çoxdur və informasiyanın cəmiyyətdəki rolu da o qədər zəngindir ki, geniş kitablar yazılacaq. Qaldı ki, burada bir detallarla toxunmaq istəyirəm. Bu ermənilərlə münasibət məsələsi. Bu münasibətlər təbii ki, sülhə doğru getməlidir. Amma bu günün özündə də 10 il, 20 il, bir əsr əvvəl ermənilərin, ziyalıların apardığı təbliğat tamam başqa şey söylüyor. Baxın, bu yaxınlarda deyək ki, bir akademiyanın bir Safaryan səhv eləmirəmsə, bir Ruben Safaryan bir kitabı çıxacaq ki, Türkpərəst Agos qəzetinə yazır, güya Atatürk'ün, təqribən adı belədir, Atatürk'ün Ermənistan Respublikasına qarşı mübarizəsi. Adı belədir kitabı. Və onun bir diyalog bir nömrəsində çap edib. Onun 18-20-ci il İstanbulda Atatürk'ün hakimiyyət yolunda mübarizəsi nə qədər cəfəngər şeylər yazır. Ağla sığmayan şeylər yazır. Atatürk'ün ünvanına elə şeylər yazır ki, fəaliyyətindən tutulur, Çanakkala dövrünün qarma-qarışıq şeylər yazıb. Adam təəccüb edir ki, yəni bugün, yaxud Agambekyan məsələ qaldırdı Fransada. Zori Balayan ondan qabaq qaldırdı. Mont və Humanite qəzetində bununla başladı. Və bu gündə onların bu mövqeyinin önündə bilmirəm, onlarla o dostluq münasibətləri yaratmaq, neynəmək. Adamın istər-istəməz yadına bu Əhməd Bayaoğlu'nun Zərdavinin dəfnində düşən ki, ey aləm. Danışıqlarda erməninin Şah qəzetinin redaktoruna orada müasir və deyir ki, Daşnəmsizliyin nə var? Qapatmasanız Qafqaz qan hamamı. Həqiqətən də elədir. Və Əhməd Bəyoğlu istənir, biraz da sonra gedir həkim baxır.
Bəli, bəli. Yəni bu barədə də geniş danışmaq mümkündür, amma Allah eləsin mümkün olsun, iki qonşu xalqdır, iki bir məkanda yaşayır, buraya sülh lazımdır. Bugün sərhədlərin açılması məsələsi 30 il nə müsibətlər çəkdi bu xalq, ondan qabaq da çəkmişdi. Yəni bunlar. Və digər önəmli bir məsələ ki, bugün sosial media məsələsi. Sosial media bəli, aktuallıqla gəlir. 20 il bundan qabaq UNESCO deyirdi ki, 50-ci ildə qəzet olmayacaq, print media olmayacaq. Bunu çox belə şeylə qarşılayırdı adamlar. Hətta çox möhtəbər adamlar deyirlər ki, çıxışları var, yazıları var ki, orada da adlarını çəkə bilərəm ki, etiraf eləmək istəmirlər. Amma etiraf olur axı bu. Zamanında mənim çalışdığım qəzetin, Kommunist qəzetinin 600-800 min tirajı var idi. Bu gün o tiraj 2500 tiraja düşür qəzet. Adı abunə. Amma digər tərəfdən dünyada belədir. Dünyada indi Türkiyə mətbuatından maraqlanır, New York Times'dan maraqlanır. Tirajlar kəskin 10 dəfələr, 100 dəfələrlə düşür tirajlar. Yəni bu onu aparan amildir. Amma maraqlıdır ki, o yeniliklər həmişə qarşılanır. Bu da bir yenilikdir. Deyək ki, zamanında televiziya ortaya çıxanda nə dedi? Makroen dedi ki, mexanika daxlıdır. Arvad müəllim çörəyini verəcək, ondan sonra televiziyanın qabağında oturub onunla məşğul olacaq. Amma Sabancı nə dedi? Sabancı dedi, bu sirri qutudan can tutulmaq lazımdır. Bunun ömrü yoxdur. Amma sonra da etiraf elədi ki, mən səhv eləmişəm. Bu akasiya milyonlar gətirdi, böyük biznes oldu, neylədi. İndi sosial media, bu gəlir, bunu istəmək gəlir, bunu qəbul eləməliyik. Operativlik baxımından, yayılma baxımından, sən bir gün burada oturursan, Amerikada o informasiyanı eşidirsən, dünyanın o başında eşidirsən bunu. Bu baxımdan qəbul olunmalıdır və maraqlı bu yaxınlarda, bu Yunus mənimlə söhbət edəndə deyirəm, bu yaxınlarda Real televiziyasında ATV-nin rəhbərinlə, İctimai TV-nin rəhbərinin bir debatı oldu. Orada bala kişi müəllim maraqlı bir şey dedi ki, biz bu informasiyanın dalınla nə sürətlə geçsək çatmırıq. Məcbur olun təsdiqləməklə məşğul olun. Adamlar bizdən o təsdiqi almaqla, bununla təskinlik tapırıq ki, almışıq. Yəni bununla da barışmalıyıq və dezinformasiyanın da təbii qarşısını almaq. Yəqin ki, o qadağalar çıxacaq. Artıq Milli Məclisdə müzakirə oldu. Türkiyə mətbuatı, Türkiyə müzakirə edib bununla bağlı müəyyən qadağalar qoyur. Amma mən də onu da fikirləşirəm ki, qadağalar heç vaxt nəyinsə qarşısını almaq üçün müəyyən məhdudiyyətlərin olması vacib olduğu qədər də qadağalar heç vaxt məsələnin həllində önəmli rol oynamayacaq. Yəni diqqətinizə görə çox sağ olun, təşəkkür ederim. Və etiraflar Osmanlı ideyasının atılmasına baxmayaraq, Çar Rusiyası hakimiyyətindəki Türklər üçün ortaq dil, milli birliyin formalaşmasında qəzetlər xüsusi rol oynayırdı. Türk dildə icraslı orqan 1831-ci ildə Sultan II. Mahmudun əmri ilə təkvim edən qanunu, daha sonra tərcüman mətbu orqanları dərc olundu və bu dövr artıq Türkiyə mətbuatına maarifçilik və qərb mədəniyyətinə inteqrasiya ön plana keçdi. Və təbii ki, bizim mətbuatımız ikinci qəzeti ilə, Zərbəy Zərdabinin fəaliyyəti ilə, ikinci qəzeti ilə fəaliyyətə başladı və 2 il ömür sürməsinə baxmayaraq bu qəzet sayəsində biz cəmiyyətimizin maarifləndirməsində eyni zamanda cəhadə qarşı mübarizə ön planda oldu və ikincidən sonra yaranan digər mətbu orqanlarda İrşad, Atmaq olaraq bu sayını, Mətbuat, Həyat qəzeti, ona dəstəkli jurnalında ikinci qəzetində qoyulan bütün ideyalar yüksək bir şəkildə tətbiq olundu. Və Çar Rusiyası hakimiyyətindəki Türklər ortaq mətbuat tarixi İsmail bəy Qəsbranın tərcüman qəzeti ilə başlayır və bu qəzetdə əsas olaraq milli türkçülük ənənənin inkişafı və milli oyanış məsələsi ön planda idi. Və təbii ki, 19-cu 20-ci əsrlərdə və Hüseynzadə tərəfindən əsası qoyulan turançılıq türkçülük ideyalarının təbliği də həmişə ön planda olub və bugün də bu ideyalar yüksək bir şəkildə təmin olunmaqdadır. Mən sırf olan mətbuat tarixinə köklənmək istəməzdim. Sadəcə bildirmək istəyirdim ki, bu günləri çıxışlarda da qeyd olundu. Deməli, çox əski əlifbada çap olunmuş dövrü mətbuat nümunələri var ki, hal-hazırda Azərbaycan Milli Elm və Akademiyasında mənim özüm çalışdığım Əl-Əsma üsulunda çoxlu sayda deməli, mətbu
mətbuatla bağlı nümunələr qoyulub saxlanılır. Bunlar arasında Molla Nəsrəddin, Əkinci, İrşad, İşıq jurnalına, eləcə də digər nümunələr göstərmək olar və xüsusən bunların arasında qeyd etmək istəyirəm ki, Türk qadınının, Azərbaycan qadınının zəhmətini, təhsilini, elmini belə deyək, təbliğ edən qəzetlərlə fəaliyyət göstərmişkən dövrdə onlar arasında Şərq qadını jurnalı xüsusi yer tutur. Bizim Ələzmanın üstündə Şərq qadının jurnalının deməli əsli çapda çoxlu sayda nüsxələr vardır ki, hal-hazırda mənim əməkdaşlıq edən bu illər burada işləyən Səba Beyliyi var. Həmin Şərq qadını jurnalının dövlət planına salınmış və 1930-cu ilə qədər Şərq qadını jurnalı əsgər ifade çap olmuşdur və nəşr olunur. Və Akif mənim də qeyd etdiyi kimi və bu həmin əsərlər və bu jurnallar artıq müasir əlifbaya çevriləcək və yaxın gələcəkdə sizlərə ərmağan edəcək. Çünki orada həm ədəbiyyat təbliğ olunur, həm qadınların fəaliyyəti təbliğ olunur, onların işləri barəsində yəni müəyyən məlumatlar, çox gözəl məlumatlar yer alır ki, onların da çevrilir, işləməkdə təqdim olması məncə təqdirə layiqdir. Ümumiyyətlə, Azərbaycan mətbuatı 90-cı illərdən sonra belə deyək ki, Ulu Əndər Heydər Əliyevin apardığı islahatlar nəticəsində mətbuat söz azadlığını qarşısına alan maneələr aradan qaldırıldı və müstəqil belə deyərdim ki, jurnalistikanın inkişafının artıq təməli qoyuldu və müstəqil jurnalistika istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ müharibəsində Azərbaycan jurnalistikası öz missiyasında böyük bir məsuliyyət və yerinə yetmiş oldu və haqq səsimizi dünyaya çatdırdı. Mən hər bir mətbuatımıza fəaliyyət olan hər kəs təbrik edirəm, işlərini də bunları arzulayıram. Bu qədər. Mətbuatın bugün Azərbaycanda de facto özünün tənəzzül dövrünü yaşadığına qeyd. Təsəvvür edin ki, çox ağırlı məqamda bugün işıqlar sönüb, ölkəmizdə mühüm hadisələr baş verir. ChatGPT yoxdur. Azərbaycan, belə deyək, qəzetdə işləmirdi. Yəni, müəyyən səbəblərdə qəzetdə özünün tənəzzül dövrünü yaşayır. Maraqlıdır. Azərbaycan mətbuatı bu informasiyanı necə çatdıracaq? Sıfırdan başlayır. Hə? Sıfırdan başlayır. Güya sosial şəkildə çatdıra biləcək işıqlar sönürsə. Ona görə, ümumiyyətlə, mənim fikrimə görə, ümumiyyətlə, Azərbaycan jurnalistləri birgə qərar qəbul edəməlidirlər ki, yazılı mətbuat saxlanılmalıdır. Bu və ya digər səbəblərdən sabah hər hansı bir, belə deyək, elə ChatGPT-nin özündə də tənəzzül dövrü yaşana bilər. Amma Azərbaycan mətbuatı, Azərbaycan tarixi hansı əkinçiyə, yəni müasir dövrün əkinçisinə söhbət gedir, hansı yazılı mətbuata istinad edəcək, kitabxanalarımızda gedin. Çünki Azərbaycan diaspora dəfə olmadan beraber həm də orada olan radyolar var. Bir neçə dəfə Avstraliya, Azərbaycan radyolarının kitabı olaraq radyo köşklər yaratmışdır. Elə təbii deyil. Astraliyada göndərilən xəbəri burada elə operativ işləyişdə göndərdiyi müşahidə edən onlar aynı olaraq aslında. Burada deyilən fikirlər təkliflərimizdə hazırlayıb. Bu gün amma nəzərə alınmalı ki, Azərbaycana qarşı gizli müharibələr informasiyalar, dezinformasiyalar və buna qarşı buradakı hər bir Azərbaycan müharibəsinə hazır olmalı. Yəni, informasiya müharibəsi Azərbaycana qarşı daim müharibədir. Əgər ola bilər ki, məsələn, yəni şəhərdə kimi söyləmək istəyirsə, yenə də qısa olaraq şərait yarada bilərik. Yoxdursa əgər, mən hər birinizə təşəkkür edirəm. Biz də təşəkkür edirik. Sağ olun.